Tərtib, yeməyi nəsə hazırlayacaqsan. Acından ölürəm, bayaq baxdım yeməyi heç nə yox idi. Heç nə hazırlamamışam. Sənə sürprizim var. Əla bir yerə gedəcəyik. Hazırlaşıb evdən çıxdıq. Gəldik Şüvalanda yerləşən kumpir nömrə 1-ə. Çatıb içəri daxil olduq. Əyləşib sifarişlərimizi verdik. Sifarişlərimizə bunlar daxildir. 1 ədəd kumpir Sezar, 1 ədəd kumpir Furburger, çiğ köftə və s. Sonunda kumpirin hazırlanması ilə yaxından tanış olduq. Görün necə sifariş verdiyimiz kumpir peşəkarlıqla hazırlanıb müştərilər üçün servis edilir. Çox keçmədi ki, sifarişlərimiz tam hazır oldu. Biz də ləzzətlə dadlarına baxdıq. Açığı belə dadlı gözləmirdim vallahi. Yedikcə adam yemək istəyir. Ən çox da xoşuma gələn isə kumpir çiğ köftə oldu. Yeməyimizi bitirib qızımla əla dizayn olmuş məkanda şəkil çəkdik. Bu arada məkan Şüvalan qəsəbəsi Alması İldırım 84-cü küçə Mayak yolunda yerləşir. Ən əsası məkan ailəvidir. Rahatlıqla gəlib həm istirahət edə, həm də ləzzətli yeməklərdən dada bilərsiniz. Ailə ilə birlikdə çıxıb gəzmək həqiqətən xoş təsir bağışladı məncə. Arada evdə yox, çöldə yemək və gəzmək də lazımdır.